müsəlman, mömin, inanclı insan bilməlidir ki, Allaha ortaq qoşmaq ən təhlükəli əməldir. Hər bir müsəlman həyatında ümumiyyətlə Allahın qəzəbinə gətirəcək hər bir günahdan çəkinməlidir. Xüsusilə də Allaha ortaq qoşmaqdan çəkinməlidir. Çünki elə bir günahdır ki, yəni Allah qatında bağışlanmaz olan bir günahdır. Yəni müsəlman iman gətirən insanın qəlbində hərislik olmalıdır bu günahdan çəkinməyə. Qəlbində istək olmalıdır bu günahdan çəkinməyə. Çünki elə bir günahdır ki, Allaha ortaq qoşmaq əbədiyyən insanın cəhənnəmə daxil olması üçün səbəbdir. Çünki ən təhlükəli günahdır əziz qardaşlar. Şirk, Allaha ortaq qoşmaq günahların içərisində ən böyük, ən əzəmətli günahdır və həmçinin ən böyük cinayətdir Allaha qarşı. Fikir verin, Allaha qarşı ən böyük cinayətdir. Allah dərgahında heç zaman bağışlanmaz olan bir günahdır. Ona görə insan diqqətli olmalıdır. Xüsusən iman gətirən, inanclı insan çalışmalıdır ki, özünü qorusun. Çünki şirk, Allaha ortaq qoşmaq Allahın həm rububiyyətinə, həm uluhiyyətinə naqislik gətirir. Ona görə də mömin bilməlidir ki, şirk elə bir günahdır ki, hər şeyə qadir olanı, hər şeyə gücü çatanı və hər şeyi idarə edəni aciz olanla bərabər tutmaqdır. Fikir verin, nə qədər əzəmətli günahdır.